Salam əziz uşaqlar və valideynlər. Hər birinizi kanalımda xoş gördük. Bugün biz Riyaziyyat 2-ci sinif iş dəftərinin 2-ci hissəsində artıq 4-cü səhifədəyik. Təzə başlamışıq. 2-ci, 3-cü səhifələrin izahı kanalımda var. Baxa bilərsiniz. Bugün isə 4-cü səhifənin izahına başlayırıq. Mövzumuz iki rəqəmli ədədlərin fərqidir. Və birinci tapşırıqda bizə deyir ki, təsvirlərdən istifadə etməklə və alt-alta yazmaqla fərqi tap. Gəlin tapaq. 40 çıx 28-dir. Yazacağıq bura 40 çıx 28. Təbii ki, 0-dan 8 çıxmaq olmur. 4-dən 1 onluq götürəcəyik. Olacaq bu 10. 10-dan 8 çıxanda 2. 4-dən 1-in vermişdik, olmuşdu 3. 3-dən də 2 çıxanda olacaq 1. Sonra davam edirik. 34 çıx 16. Təbii ki, 4-dən 6 çıxmaq olmur. Ona görə də 3-dən 1 onluq götürürük. Bu olur 14. 14-dən 6 çıxanda burada qalır 8. Burada qalır 8. 3-dən 1 onluq getmişdi. Qalmışdı 2. 2-dən də 1 çıxanda 1. Sonra 43-dən 24 çıxanda yenə də 3-dən 4 çıxmaq olmur. 1 onluq götürəndə burada olur 13. 13-dən 4 çıxanda burada qalır 9. 4-dən 1 onluğunu vermişdik. Burada qalmışdı neçə? 3. İndi də 3-dən 2 çıxanda cavab olur 1. Keçirik növbəti tapşırığımıza. Burada bizə deyir ki, fərqi tap. Gəlin fərqi tapaq. 52-dən 15 çıxanda 2-dən 5 çıxmaq olmur. Ona görə də 5-dən 1 onluq veririk. Bu olur 12. 12-dən 5 çıxanda burada qalır 7. Burada isə artıq 4 olmuşdu. 4-dən də 1 çıxanda qaldı 3. Daha sonra davam edirik. 40-dan 23 çıxanda yenə də 0-dan 3 çıxmaq olmur. 4-dən 1 onluq götürürük. Burada olur 10. 10-dan 3 çıxanda burada olur 7. Burada da 3 qalmışdı. 4-dən 1 onluq verdiyimizə görə 3-dən 2 çıxanda cavab oldu 1. Yəni 17. Burada da 64-dən 58 çıxanda 4-dən 8 çıxa bilmirəm deyə 6-dan 1 onluq götürəndə oluram 14. 14-dən 8 çıxanda burada qalır 6. 6-dan 1 onluğu vermişdim. 5 olmuşdu. 5-dən də 5 çıxanda 0 olur. Onu da ora yazmağa ehtiyac yoxdur. 73-dən 17 çıxanda da yenə eyni vəziyyətdir. 3-dən 7 çıxmaq olmur. 7-dən 1 onluq götürürəm. Oluram 13. Və bu 13-dən də 7 çıxanda burada qaldı 6. 7-dən 1 onluq vermişdim. 6 olmuşdum. 6-dan da 1 çıxanda 5 qalır. Sonra 85-dən 58-də 5-dən 8 çıxa bilmirəm deyə 8-dən 1 onluq götürürəm. Olur cavab. Burada qiymətimiz olur 15. 15-dən 8 çıxanda qalır burada 7. 8-dən 1 onluğunu vermişdim. Olmuşdu 7. 7-dən də 5 çıxanda burada qalacaq 2. Cavab 27. 51-dən 29 çıxanda 1-dən 9 çıxmaq olmur. 5-dən 1 onluq götürəndə burada olur 11. 11-dən 9 çıxanda burada qalır 2. 5-dən 1 onluq vermişdim. 4 olmuşdu. 4-dən də 2 çıxanda cavab oldu 22. 82-dən 46 çıxanda 2-dən 6 çıxmaq olmur. 8-dən yenə 1 onluq götürürəm. Olur burada 12. 12-dən 6 çıxanda burada qalır 6. Burada 7 idi. 7-dən də 4 çıxanda burada olur 3. Sonra 0-dan yenə 6 çıxa bilmirəm. 9-dan 1 onluq götürürəm. Olur burada 10. 10-dan 6 çıxanda olur 4. Sonra 8 qalmışdı. 9-dan 1 onluq verəndə 8-dən də 6 çıxanda burada oldu 2. Yəni 24. İndi bura baxırıq. Yenə həmin misallarda eyni ardıcıllıq. 1-dən 2 çıxa bilmirəm deyə 6-dan 1 onluq götürəndə olur burada neçə? 11. 11-dən 2 çıxanda burada qalır 9. 6-dan 1 onluq vermişdim. 5 qalmışdı. 5-dən də 3 çıxanda 2. Cavab oldu 29. Sonra 54-dən 29 çıxanda yenə də 4-dən 9 çıxa bilmirəm deyə 5-dən 1 onluq götürürəm. Burada olur 14. 14-dən 9 çıxanda qalır burada 5. 5-dən 1 onluğunu vermişdim. 4 olmuşdu. 4-dən də 2 çıxanda olur burada 2. 25. 71-dən 46 çıxanda 1-dən 6 çıxa bilmədiyimə görə 7-dən 1 onluq götürürəm. Olur 11. 11-dən 6 çıxanda burada olur 5. 7-dən 1 onluq vermişdim. 6 olmuşdu. 6-dan da 4 çıxanda burada olur 2. 42-dən 18 çıxanda 2-dən 8 çıxa bilmirəm. 4-dən 1 onluq götürürəm. Oluram 12. 12-dən 8 çıxanda qalır burada 4. 4-dən 1 onluq vermişdim. 3. 3-dən də 1 onluq çıxanda burada da oldu 2. 24. 92 çıx 74. 2-dən 4 çıxa bilmirəm. 9-dan 1 onluq götürürəm. Olur burada 12. 12-dən 4 çıxanda burada olur 8. 9-dan 1 onluq vermişdim. 8 olmuşdu. 8-dən də 7 çıxanda yerdə qalır 1. Cavab olur 18. 83-dən 38 çıxanda 3-dən 8 çıxa bilmirəm deyə 8-dən 1 onluq götürürəm. Burada olur 13. 13-dən 8 çıxanda burada olur 5. 8-dən 1 onluq vermişdim. 7 oldu. 7-dən də 3 çıxanda qalır 4. 45. 77 çıx 49. 7-dən 9 çıxa bilmirəm. Buradan 1 onluq götürürəm. Olur 17. 17-dən 9 çıxanda burada olur 8.
7'dən 1 onluq vermişdim. 6 qalmışdı. 6'dan da 4 çıxanda burada qalır 2. Cavab olur 28. 63'dən 56 çıxanda 3'dən 6 çıxa bilmirəm. 6'dan 1 onluq götürürəm. Burada olur 13. 13'dən 6 çıxanda burada olur 7. 6'dan 1 onluq götürmüşdüm. 5 olmuşdu. 5'dən də 5 çıxanda 0 verir. Onu da buraya yazmağa ehtiyac yoxdur. Keçirik növbəti tapşırığımıza. Burada 3-cü tapşırıq ədədləri alt-alta yazmaqla fərqi var. Burada bizim yazmağımızı istəyir. Gəlin yazaq. 74 çıx 16. 4'ten 6 çıxa bilmirəm. 7'dən 1 onluq götürürəm. Olur buradan neçə? 14. 14'ten 6 çıxanda burada olur 8. 7'dən 1 onluğunu vermişdim. Burada 6 qalmışdı. 6'dan da 1 çıxanda burada olur 5. Sonra 62 çıx 17. 2'dən 7 çıxa bilmirəm deyə altdan 1 onluq götürürəm. Burada olur 12. 12'dən 7 çıxanda burada olur 5. Altdan 1 onluq vermişdim deyə burada 5 olmuşdu. 5'dən də 1 çıxanda burada qaldı neçə? 4. 80'dən çıxırıq 37. Yenə də 0'dan 7 çıxa bilmirəm deyə 8'dən 1 onluq götürəndə burada olur 10. 10'dan 7 çıxanda burada olur 3. 8'dən 1 onluq götürmüşdük deyə 8 olmuşdu 7. İndi 7'dən də 3 çıxanda burada qalır 4. Cavab olur 43. Sonra 51'dən çıxırıq 26. 1'dən 6 çıxa bilmirəm deyə 5'dən 1 onluq götürürəm. Burada olur 11. 11'dən 6 çıxanda burada qalır 5. 5'dən 1 onluq vermişdim. Olmuşdu burada 4. 4'dən də 2 çıxanda burada qalır 2. Cavab olur 25. 70'dən 45 çıxanda 0'dan 5 çıxa bilmədiyimə görə 7'dən, yəni öz qonşumdan onluqdan bir borc götürürəm. Oluram 10. Ondan da 5 çıxanda burada qalır 5. Sonra 7 olmuşdu neçə? 6. Çünki bir onluğunu götürmüşdük. 6'da da 4 çıxanda burada qalır 2. Səhifəmizdəki sonuç tapşırığa baxırıq. Misalları ədəd oxumada təsvir etməklə həll et. Deməli, 43-dən 27 çıxmağımızı istəyir. 43 buradadır. Biz 43-dən hara gəlməliyik? 27'yə gəlməliyik. 43-dən 27 çıxmaq üçün yenə bir gələk, yoxsa belə də gəlmək olur və yaxud da gəlin sayaq. 1, 2, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Deməli, 43'dən 27 çıxanda 27'dən çıxmalıyıq. Elə bizdə 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25, 26, 27. 27 çıxdıq. Neçə qaldı? 16 qaldı. Deməli, cavabımız 16'dır. Mən əslində qarışdırıb 43'dən 16 çıxır 27 aldım, amma yox, 43'dən 27'dən çıxdıq, gəldik 16'nın üstünə. İndi 75'dən 16 çıxacaq. Gəlin sayaq. 75'in üstündən 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. Gəldik, hara çıxdıq? 59'a. Deməli, cavabımız neçədir uşaqlar? 59. İndi baxaq səhifə 5'dəki tapşırığımıza. Hesabla və müqayisə et. Deməli, biz burada 2 dənə hesablama aparmalıyıq. 12 üstə gəl 25. 2'nin üstünə 5 gələndə 7. 1'in üstünə 2 gələndə 3. Bu tərəf 37 olur. İndi buranı hesablayırıq. Bir tərəfi toplama, bir tərəfi çıxmalı. 62 çıx 38. 2'dən 8 çıxanda, 12'dən daha doğrusu 8 çıxanda burada qalır 4. 6'dan 1 onluq götürmüşdük, 5 olmuşdu. 5'dən də 3 çıxanda burada qaldı 2. Deməli, birinci tərəf 37, ikinci tərəf isə 27. Təbii ki, 37 24'dən böyük. Burada da eyni qayda ilə 80'dən çıxacaq nəyi? 26'nı. 0'dan 6 çıxa bilmirik, 8'dən 1 onluq götürürük. Ondan 6 çıxanda 4. Burada 7 qalmışdı. 7'dən də 2 çıxanda burada oldu 5. Bu tərəf 54. İndi bu tərəfi hesablayaq. 12'nin üstünə gəlin birbaşa belə hesablayaq. 12'nin üstünə 18 gəlin neçə 30. 30'un da üstünə burada yazmağa ehtiyac yoxdur, amma sizin üçün rahat olsun deyə yazalım. 30'un da üstünə 24 gəlin neçə uşaqlar? 54. Deməli, hər iki tərəf 54 olduğuna görə bu orta işarəmiz bərabər olacaq. İndi bura baxırıq. 54'dən çıxırıq 27'ni. 4'dən 7 çıxa bilmirəm deyə 5'dən 1 onluq götürürəm. 14'dən 7 çıxanda burada olur 7. Buradan 1 onluq vermişdik deyə 4 qalmış. 4'dən 2 çıxanda oldu 27. Sonra 24 üstə gəl neçə? 9. 4'ün üzərinə 9 gələndə eləyəcək 13. 3 yazacaq. 1 yadda. 2 onluq yoxdur toplamağa. Aşağı düşəndə 1 yaddamız da var. Olur 3. 33. Burada isə işarəmiz 1 olacaq. Çünki 33 27'dən böyükdür. Keçdik məsələlərimiz burada 2 dənə. Gəlin baxaq.
Səbinə uzunluğu 38 sm olan lentlə başqa bir lenti ucla birləşdirdi. İki lentin birlikdə uzunluğu 50 sm oldu. İkinci lentin uzunluğu nə qədərdir? Deməli, bizə verib bir dənə birinci lentin uzunluğunu. Yəni, biz 38 sm olan bir lentdən xəbərimiz var. Amma ikinci lentin uzunluğunu bilmirik. Amma onu bilirik ki, ikisi birlikdə 50 sm-dir. Deməli, biz nə edəcəyik? Ümumi saydan, yəni ikisinin birlikdə olduğu 50 sm-dən çıxacaq nəyi? Bu 38 sm ki, digər lentin həcmini, uzunluğunu tapa bilək. 0-dan 8 çıxa bilmirəm deyə 10-dan 1 onluq götürürəm. 10 çıx 8 olur 10. 5-dən 1 onluq götürürəm, daha doğrusu oluram 10. 10-dan 8 çıxanda burada olur 2. Buradan 5-dən 1 onluq vermişdim, 4 qalmışdı. 4-dən 4 çıxanda bir cavab oldu neçə? 12 sm. İndi bura baxırıq. Görək burada bizə nə deyir. Anar mavi və qırmızı fiqurlardan qala düzəltdi. Mavi fiqurların sayı 30-dur. Bu qırmızı fiqurlardan 18 dənə çoxdur. Anar neçə qırmızı fiqur düzəltdi? Deməli, biz mavi fiqurların sayını bilirik. Amma qırmızı fiqurların sayını bilmirik. Və burada bizə deyir ki, mavi fiqurların sayı 30-dur. Bu, yəni 30, bu 30, qırmızı fiqurlardan 18 dənə çoxdur. Deməli, qırmızı fiqurlar mavi fiqurlardan 18 dənə azdır. Mən də burada nə etməliyəm? 30-dan 18-i çıxmalıyam. Tapmalıyam neçə? Burada 3-dən 1 onluq götürmüşdük. 10-dan 8 çıxdı 2. Burada 2 qalmışdı. 2-dən də 1 çıxanda 1. Cavab oldu neçə? 12. Sonra davam edelim. 5-ci. Səhifə 5-də 8-ci məsələ. Elxan 38, Lalənin isə bundan 33 dənə çox kürəciyi var. Lalənin neçə kürəciyi var? İndi baxırıq. Suallara uyğun ardıcıl işləyirik. Lalə neçə kürəciyinin olduğunu tapmaq üçün Elxandan 33 dənə çox deyirsə, Elxanın kürəciklərinin sayının üzərinə həmin o çox dediyi qədəri, yəni 33-ü gəlirəm ki, Lalənin kürəciklərinin sayını tapım. 8-in üstünə 3 gələndə olur 11. 1 yazıram 1 yadda. 3 üstünə 3, 6, 1 də yadda 7. Deməli, Lalənin neçə kürəciyi var? 71 kürəciyi var. Elə burada yaza bilərik qabağını. 71. Sonra Samirində Samir gəldi. Samirin kürəcikləri Lalənin kürəciklərindən 19 dənə azdır. Samir neçə kürəciyi var? Biz artıq Lalənin kürəciklərinin sayının 71 dənə olduğunu bilirik. Samir də Lalədən əgər 19 dənə azdırsa, o zaman 71-dən 19-u çıxmalıyam. 1-dən 9 çıxa bilmirəm. Təbii ki, 7-dən 1 onluq götürürəm. Olur 11. 11-dən 9 çıxanda burada qalır 2. 7-dən 1 onluq vermişdim. 6 olmuşdu. 6-dan da 1 çıxanda burada oldu 5. Deməli, Samirin kürəcikləri 52 dənəymiş. Sonra bizdən nə istəyir? Hansı banka kimindir? Uşaqların adını bankaların altında yaz. Deməli, bizə deyir ki, 38. Burada görürsünüz, uşaqlar 3 dənə kürəciyi var. Qablar kürəciklərdə, bankalarda. Və biz gördük ki, burada ən az kürəciyi olan kim idi? Elxan idi. Ən az kürəciyi Elxandadır. Burada da ən az yaşıl kürəciyi. Deməli, Elxanın kürəcikləri yaşıl imiş. Bunun altına yazacaq Elxan. Sonra Elxandan biraz çox burada say neçədir? 52. 52 kim idi? Samir idi. Burada görürük ki, burada banka ağzına qədər demək olar doludur. Burada bir balaca başı boşdur, yardan biraz yuxarıdır. Deməli, burada söhbət kimdən gedir? Samirdən. Samirin kürəcikləri də qırmızıymış. Bu da aydın oldu. Və yerdə qalır kim? 71 kürəciyi ilə ən çox kürəciyi olan Lalə. Yazırıq bura Lalə. Bax belə uşaqlar. Bu da bizim səhifə 5-in izahı. Burada artıq yeni mövzu gəlir. Hələlik uşaqlar, növbəti videoda görüşənədək.